Adi günlərin biridir, Çin vloqları davam edir. Yuvudayıq, Mikail bu oğlandır. Bu oğlan bizi dəvət edib, dostumuzdur və bizi götürür, aparır hara? Restoranına, restoran işi ilə məşğuldur. Burada Salam Baku adlı restoranı var. Yuvuda Azərbaycanlı yaşayır. 40-50 ailə olar ya olmaz və bugün bir dənə yığışacağıq Azərbaycanlılar. İlkin burada ifalar eləyəcək, Kamil qardaşla salamlaşırıq və Rəsul Mikailin oğlu ilə dostlaşır, dostluq eləyirlər və biz dostlar bugün təsadüfən Mikailin qızının 40 günlüyünə gəlmişik. Belə bir motosikleti də var. Hələ mən bundan almaq istirdim. İndi birazdan sürüb yoxlayacağım və Fərah balanın 40 günlüyüdür. Ailəvi onu qeyd eləyirik və qəşəng Azərbaycan təamları yeyirik. Yeni gəlmişik Azərbaycan, amma bu restoranda da Azərbaycan təamları həqiqətən elə Azərbaycandakı kimidir. Ətlər də çox dadlıdır, halal ətlərdir, Uyğurlardan alırlar və dostlarımızla otururuq, qəşəng yemək yeyirik, uşağı təbrik eləyirik və şahpulov da gəlir. Afisiyantlar Çinlilər də elə bir sənədə milliləşmiş Çinlilərdir. Yəni Çinlilər elə mən şirin millətdirlər, mən xoşuma gəlir. Şahpulovdan da yeyirik dostlar. Biz planları qururuq, nə edəcəyik, nə tər eləyəcəyik. Bir Çinli qardaşımız da çay gətirir. Restoranda kabinetlər də var, ümumi zal da var. İndi bir çayımızı içəcəyik, gedəcəyik və axşamüstü məclisimiz olacaq. İndi saat elə bir Azərbaycanla arasında 4 saat fərq var. Li Süran oğlan isə Mikailin qardaşı Fəriddir. Və gecə oldu, Azərbaycanlılar artıq restorana yığışıb və biz görüş keçiririk. Bütün qardaşlara salamlayıram. Ticarətlə məşğul olan qardaşlar da hamısı Allah var eləsin. Onlarla görüşürük. Maşallah hamısı yığılışıb. Burada 40, 50, 60 nəfər olardı, çox olardı. İlkinin gözəl ifaları, hamı əylənir, hamı şənlənir. Çox gözəl milləti. Bir dəqiqə orada elə bir Azərbaycan mahnıları səslənir küçədə. Hamı eşidir və var olsun bizim birliyimiz, həmrəyliyimiz. İlkin həqiqətən yaxşı müğənnidir, yaxşı oğlandı və dostumdur deyə demirəm, yəni ifaları çox gözəldir. Əylənirik, biraz səsim tutulub, hava soğuq idi, nə Pekində biraz soyuqlamışam. Ətdən yeyirik və məclisimiz davam edir, biraz oynayırıq. Hər şey çox gözəldir, hər şey qəşəngdir. Və belə çöldən də çəkirəm və göyəm, ay Allah, bizimkilər kimi pişib qaşqaldaq və qaşqaldaqdan yeyirəm. Elə bir Azərbaycandayım da, Cəlilabadlıdır Mikail, belə bizi kimi Cəlilabada Neftala yaxındır axı. Yeməklərimiz oxşur, göyəmlərimiz filan və Liyə minirik və Fərid bizi aparır Fütiyan bazarına. Getməzdən əvvəldə Rəsul deyir ki, pomidor yumurta istəyirəm. Gəldi restorana, bir tikə pomidor yumurta yeyirik və bizim ailəvi gəzintimiz davam edəcək. Rəsul deyir ki, bu motosikleti sürmək istəyirəm. Dostlar, biz deyim sizə, yəni bu motosikletdən aldım. Daha doğrusu Mikail dedə elə satıram, dedim, satırsan, razılaşdıq qiymətlər, yaxşı qiymətlərdir. Çox da ucuz motosiklet deyil ha. Neftçala da buna qan eləyəcəm. Rəsul bir dənə tur vurur və biz gedirik dostlar Fütiyan bazarına. Bu bölgənin ən böyük bazarlarından biridir. Qeyri-qida məhsulları. O vaxtda da gelmişdim bura. Oyuncaqlar, nə bilim, aksesuarlar, hər şey satılır və bu formada qəşəng keyfiyyətli mallar var. Çin malı pisdir deyə söhbəti yoxdur. Onu gətirən adamdan çox şey asılıdır. Bir malın bir neçə formasını təklif edir Çinlisi. Bir zavoddan belə də istehsal edə bilərəm, elə də istehsal edə bilərəm. Çox keyfiyyətli Çin malları var. İlkin ifa eləyir ki, qiyməti salsın. Yəni alverdə güclüdür də bu. Uşaqlar da Çin dilində deyir, mən də onu eləyirəm, bunu eləyirəm, görürəm ki, qiymətə düşmürlər, özümüzü vururuq ki, almırıq. Onlar dedi, almırsa, alma, çıx get də. Mən aldığım o şeyləri ümumi 200 manat elirdi bizim pulundan və gəlirik belə bir mağazaya, burada baxırıq, görək bizə nə lazımdır, nə lazımdır. Heç lazım olan bir şey yoxdur. Baxırıq, maraqlı əşyalar axtarırıq, fərqli cihazlar axtarırıq, görək nə ala bilirik. İlkin balalar üçün nəsə almaq istəyir. Belə oyun cihazları var, onlardan almaq istəyirik və belə bir robot görürük, it robot. Yəni itlər də artıq burada bu formada. Yəni bu da belə bir əl işarəsi göstərdi. Ondan sonra yaxşı etdi. Nə hamısı mənə göstərir. Kəsin də göstərmişdi. O bir taksi sürücüsü. Belə bir qəbələ üçün kamera axtarıram, küçəyə qoyacağam. Birini alıram. Qiyməti də sərfəlidir və bunu aldım. Və Rəsul üçün belə bir fotoaparat alırıq. Çap eləyir. Uşağın çəkməyə həvəsi yaxşıdır. Belə bir masaj aparatı və hər şeyi aldı. Rəsul bu elektron robot iti görür, sevir. Və belə qablar görürük, deyirəm, maşınla olsaydıq alardıq. Qəşəngdir, qiymətlər ucuzdur. Hər şey var da, yəni hər şey. Və adam buradan çıxmaq istəmir. Allah adama imkan verə və biraz da, nə bilim, hələ imkan versə, hələ həvəs verə və belə şeyləri alasan. Və hər şey burada görürük. Razetkalar, kulçalar, qablar, qazaqlar, cehiz. Elə bir şirniyyat buradadır da. Sədərəyin malının çoxusu buradan gəlir və biz nə edirik dostlar? Gedirik digər bazara. Burada biz iPhone-umuz üçün aksesuarlar, texnologiya, məhsullar. Elə bir burada 28-dir də, padvalda yerlər var, onlardan da. Aldıq bir salafan özümüzə lazım olan və lazım olmayanlara və Rəsul üçün bu Çin iPhone 17-sini aldıq. Bu 100 manat idi, 150 manat nə idi? Rəsulla başlayır, bütün Çinli qızlar şəkil çəkdirir. Bilmirəm nədir vəziyyət, başa düşmədim. Və
Qəbələdəki Yunan evində PlayStation yox idi. Buradan da PlayStation alıram. 5060 yuan verirəm ümumi oyunla, diskləri ilə bir yerdə. Belə bir çamadan da alıram və pultları bu formada qoyurucuya taxırıq. Qiymət yaxşı idi. Azərbaycandan sərf elədi mənə. Ona görə aldım. Çox sərf eləmir, amma 250-300 manat sərf elədi və liyə yerindən minirik və Rəsul deyir ki, Mikailin oğlu ilə oynamaq istəyirəm və gedirik Mikailin ofisinə. Emotion'un burada ofisi var. Olan şirkəti belə adlanır. Elə bir Azərbaycanda oturmusunuz, sizə Çindən nəsə lazımdır. Bu şirkətə müraciət edirsiniz. Daşınmadan tutmuş axtarışa qədər A-dan Z-yə bizneslə bağlı nə istəsə sizə təşkil edəcəklər. EV Motors və EV Parts var. Ehtiyat hissələri, maşın da sifariş verə bilərsiniz. Yəni bu ofisdən idarə olunur və Bakıda, Babəkdə ofisləri də var. Yəni reklam üçün demirəm, dostlarımın yeridir və dosyasına bildirəm ki, keyfiyyətli insanlardılar. Və belə bir türk restoranına gəlirik. Rəsul burada yenə qızlarla şəkil çəkdirir. Bu qız da Rəsulu görür, bilmirəm nə var bu uşaqda. Və Rəsulun anası gəlir, anasına da göstərir ki, qızlarla şəkil çəkdirir. Nüş göstərsən ay bala. Və yemək sifarişi veririk, qəşəng türk təamları yeyəcəyik. Yəni Azərbaycan Türkiyə, hələ ki vəziyyətimiz yaxşıdır. Elə irəlidə bizi Şanxay gözləyir. Orada bilmirəm ki, Azərbaycan türk yeməkləri olacaq, yoxsa yox. Və gecə bazarı. BMW-sinə mindim Abbasın, qəşəng bir sport BMW-si var. Azərbaycanlıları belə görəm, həqiqətən sevindim. Var olsun Azərbaycanlılar. Və gedirik, ənənəvi Çin bazarıdır. Gecələr bunlar yığışırlar küçəyə bu formada. Ağzına gələnləri satırlar da. Meyvələr, öz yeməkləri, qurbağalar, ilanlar, yəni belə şeylər olur. İndi problem yoxdur. Yəni bunların adətidir, ənənələrdir. Belə atışdırmalıqlar var, sərtikələr və qurbağa budları var. Çox dadlı görünür və biz bunlardan yemirik, dadmırıq. Belə əla göstərirəm, onlara görə göstərirəm də belə. Dostlar, Yuvaya gəlmisinizsə, mütləq bu gecə bazarına baş çəkin. Biraz iyi var, amma o qədər yoxdur da, yəni qeyri-adi bir şey yoxdur. Tısbağadır, qurbağadır. Yəni başqa şey, it yoxdur. Yəni bu kətlərdə falan olur. Bunlar it yeməyin daşını atırlar. Yəni bunları itlə şeyləmir. Düzdürmürəm qardaş? Düzdür. İt yoxdur bunlarda. İt yoxdur. Və çox gözəl millətdirlər. Yəni var olsun. Yəni o texnologiyaya da görə bu iti bağışlamaq olar. Ni hao. Ni hao. Gecə bazarına gəlsəz, ucuz qiymətə buradan çemadanlar, müxtəlif aksesuarlar tapa bilərsiniz. Belə yeməklər, belə geyimlər, ayaqqabılar hamısı giydirmə. Kitayın. Yəni Kitayın orijinal Kitay malları, yəni Çin malları daha keyfiyyətlidir. Yəni ətirlər. Belə üz qırxan maşınlar, belə şeylər, bunlar hamısı 1 dollar, 2 dollar belədir. How much? 这个价格多少钱？这样，你好， tak ki öğrenək qiyməti. Ni hao? 价格多少钱？120 yuan. 120 yuan. Orada 18-17 dollar. Bahadır. Bahadır bura. Burada papaqlar. Salam, bu da bizim elə bir aksesuar satan abi, Azərbaycanlı qardaşımızdır. Salam olsun. Bəli. Miray, abi yol ne çeşitsin? Bunlar neçə nələrdir? Şeylərdir də. Alışkanlar da ama bırakılmır, teyyareye bırakılmır diye. Bagajda da girməz. Yok. Getdik. Burada da Adidas Z klas Adidaslara. Bunlar Abibas. Gecə bazarı, yəni axşam bazarı saat 2-yə qədər davam eləyir. Adətən 3-ə 4-ə qədər olur, yayda olur və ayaqqabıdan tutmuş nə istəyirsinizsə, A-dan Z-yə Çinlə bağlı nə istəyirsinizsə burada tapa bilərsiniz. Adətən böyük şəhərlərdə olur, yəni kiçik şəhərlərdə də olur. Bura bilirsən niyə belə aktivdir? Elə bil burada Fütiyan bazarına görə oradan alırlar, gecələr də bu formada, səyyar formada satılır. Çünki Fütiyan bazarında hər şey topdan satılır. Çamadan aldıq, qiyməti yaxşıdır. Birini 17-16 dollar aldıq. Bakıda bilmirəm neçədir. Çox keyfiyyətli çamadanlardır. Belə bir peç alıram, balkonda balıq pişirmək üçün. 就200什么一个周老王也不容易的嘛，我们也不容易，没有钱我们也不容易的，好吧？就240，没有钱真的就是。 Abbas qiyməti burada düşürməyə çalışır, söhbət edirlər. Biz də sizdən sağollaşaq, növbəti blogda görüşərik.